Bostan bitkiləri əsasən yay mövsümünün dadlı meyvələrindən hesab edilir. Təbii qarpız və yemiş isə iyulun axırı, avqustda yetişir. Ancaq hazırda necə deyərlər, qışın oğlan çağı olmasına baxmayaraq bazarlarda qarpız yemiş satılır. Qarpız dünyanın bir neçə isti ölkələrdən gəlir. Braziliya və İrandan gəlir. Hal-hazırda demək olar ki, Braziliya qarpızı daha çox keyfiyyətli, dadlı olduğu üçün müştərilər ona daha çox önəm verir. Ədədlə də olur, kilo ilə də olur. Balaca qarpızda 8-10 manat olur. Böyük qarpızda kilosu 2 manat, 2 manat 50 qəpik. Qışda o qədər tələbat yoxdur. Bəli, balaca olmasına baxmayaraq satıcılar deyirlər ki, bu qarpızların dadı çox gözəl və şirindir. Özləri isə ölkəmizə Braziliyadan gətirilir. Hazırda satılan qarpız yemişə payızlıq növ deyirlər. İran qarpızları Braziliya qarpızından fərqlənir, çünki üstü qara olur. Bu vaxtda gələn qarpızlar, qara qarpız deyirlər ona. Braziliyadan gələn qarpızlarda gördüyümüz kimi bizim qarpızımız oxşuyur. Onun özündə iki növə ayrılır Braziliya qarpızı. Mini və böyük qarpız. Mini qarpızın ədədini satırıq 10 manata, 3-5 kiloluq qarpızın kilosunu satırıq 4 manata. İran qarpızın kilosu bazarda 2 manat 50 qəpik arası dəyişir. Satıcılar deyirlər ki, tələbat yay aylarında olduğundan zəifdir. Apardığımız sorğuya əsasən də deyə bilərik ki, alıcılardan qeyri-mövsümi meyvələrə üstünlük verənlər azdır. Mövsüm olmayan meyvələrdən qarpız yemiş alırsınızmı? Qarpız yemiş yox, digər meyvələrdən alırıq. Hansılardan? Çiyələk və şaftalı. Bəzi meyvələrdən alırıq. Hansılardan? Çiyələk misal. Dadı eyni olurmu yerli meyvələrlə? Fərqi var, yox. Eyni olmur. Satıcıların sözlərinə görə bu məhsullar yayda əkilib payızda dərilir. Bu bostan bitkilərinə qışın ortasında Bakı-Qazax magistralının Kürdəmirdən keçən hissəsində rast gəlmək mümkündür. Həmçinin piştaxtalarda xaricdən gətirilmə üzümlər də var. Eyni zamanda öz istixanalarımızda yetişdirilən yerli üzümlər də var. Mən də onlardan birinin dadına baxacağam. Dadlarında fərq olmasa da hər meyvəni öz mövsümündə istehlak etmək daha faydalı hesab olunur. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.